Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 12 noyabr 2025-ci il. Hava yenə də isti, anormal. Bəzi ailələrdə yem çatışmamazlığı ola bilər ki, olsun. Ona görə də belə ailələrə nə etmək olar? Baxın, bal, təbii bal, salafan torbada üzərinə qoymaqla o arı ailələrinə kömək etmək olar dostlar. Təbii ki, indi hər kəs bal verə bilməz. Yəni, gənc arıçılar o qədər balları olmaz ki, arılara versin. Arı keki, arı yemi hazırlayıb versinlər və yaxud alıb versinlər. Yaxşı olardı ki, dostlar, sadə arı yemi, sadə arı keki qoysunlar. Qoy bir şeyi qabaqcadan deyim. Arı ailəsi üçün kifayət qədər yem saxlanılıbsa, yem ehtiyatı yaxşıdırsa, dostlar, bunlara heç bir yemləməyə ehtiyac yoxdur. Arı üçün yeganə yem arının öz gətirdiyi təbii baldır dostlar. Yəni bundan başqa arı üçün faydalı, xeyirli bir yem yoxdur. İndi təbii ki, arı keki müəyyən qədər vəziyyətdən çıxmaq üçün hazırlayıb qoymaq olar. Bitdi. 2025-ci ildə sentyabrın 6-sında Almaniyadan gətirdiyimiz Karnika Trozik 1075-i yoxlayarıq. Baxaq sizinlə bərabər bu gözəlçəmiz necədir? Ya Allah! Heç bura tüstü də vermirəm. Qoyuram bura. Bismillah. Ay maşallah. Güləm ehtiyatı yığıblar. Demək dostlar, baxın, bal aşağı hissəsi oktyabr və noyabrda gətirdikləri çiçək tozundan güləm ehtiyat yığıblar. Maşallah. Gözəlçəmizi göstərim. Bu da sürfəli çərçivə. Ay maşallah. Üçüncü sürfəli çərçivə və gözəllər gözəli Karnika Trozik 1075 nömrə 49. Yenə güləm. Budur dostlar. Arı ailəsi
sağlam, her bir şey normal. Baxın. Yəni burada ən azı bir 3 kiloqram yarım bal var. Yəni bu çərçivəni buradan götürmək də olar. Arını 7 çərçivədə saxlamaq da olar. Bax bu çərçivəni də, ballı çərçivəni də həmçinin. Yəni bu cür ballı çərçivəni saxlanc yerdə saxlamaqla yazda arı ailəsinə kömək etmək məqsədi ilə də vermək olar. Bal satmaq da olar və yaxud hansı arı ailəsində ballı çərçivələr sayı azdırsa, yəni o cür arı ailəsinə də vermək olar. Yəni balı az olmuş arı ailəsinə bax belə çərçivələri vermək olar. Amma baxın, mən bu arı ailəsini 8 çərçivədə saxladım. Bu bir çərçivəni götürüb hansısa arı ailəsinə kömək etmək olar. Baxın, belə bir şey dostlar. Tam arının kifayət qədər burada bal ehtiyatı da var, güləm ehtiyatı da var. Odur ki, dostlar, 3 ay qış olsa belə, şaxtalar olsa belə, bu cür arı ailəsinə heç bir müdaxilə lazım deyil. Yəni, nə qədər hava soyuq olursa olsun, neçə ay davam edirsə etsin, bu arı ailəsində bəs qədər bal və güləm ehtiyatı var. Yaza tam təhlükəsiz çıxa bilər belə bir ailə. Əlavə nə yemləmə, nə arı keki, nə bal, belə ailəyə heç bir ehtiyacı yoxdur dostlar. Əksinə, baxın, bu cür ballı çərçivə götürüb biz hansı arı ailəsində yem azdır, o arı ailəsinə verərik inşallah. Bu da bizim Alman gözəlçəmiz Karnika Trozik 1075. İnşallah 2026-cı ildə bu gözəlçənin qızlarını da yetişdirərik. Yəni F1'lərin inşallah. Sağ olun, özünüzü qoruyun.